Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək bugün dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və bir neçə rəsmi dövlət qurumu ilə birlikdə təftiş komissiyası yaradılıb. Əlbəttə ki, plastik cərrahlar haqqında son zamanlar ölkəmizdə bu məsələ kifayət qədər müzakirə edilir. Azərbaycan Respublikasının ərazisində praktik tibbi fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəklində yoxlanılması məqsədi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət xüsusi təftiş komissiyası yaradılıb. Sözü gedən mütəxəssislər xüsusi təftiş komissiyasının iclaslarına dəvət olunub və sənədləri ətraflı araşdırılıb. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların video, audio çəkilişləri aparılıb və hər bir iclas protokollaşdırılıb. Komissiyanın ümumilikdə 11 iclası keçirilib. Xüsusi təftiş komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunub və Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibbi fəaliyyətinə icazə verilən həkim mütəxəssislərin siyahısı tərtib olunaraq bu linkdə yerləşdirilib. Ailə qurmadan əvvəl hər iki tərəfin mütləq şəkildə müayinədən keçməyi nəyə görə həyat əhəmiyyətlidir? Sualın cavabını mütəxəssis verir. Nigah öncəsi müayinə vacibdir, həkim hematoloq açıqlayıb. Sualı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi səhiyyə.gov.az saytına müsahibəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim hematoloqu Nərmin Verziyə verib. Nigah öncəsi tibbi müayinə irsi və yoluxucu xəstəliklərin qarşısının alınmasında vacib rol oynayır. Belə müayinələrin məqsədi evlənəcək cütlüklərin sağlamlığını təmin etməklə yanaşı, gələcək nəsillərdə irsi xəstəliklərin yaranmasını azaltmaqdır deyə həkim bildirib. Mütəxəssis nigah öncəsi müayinələr nəticəsində daşıyıcıların müəyyən edildiyini, müvafiq məsləhət verildiyini və xəstə uşaqların doğulmasının əhəmiyyətli dərəcədə azaltdığını qeyd edib. Cütlüklər müayinədən keçərək sağlam ailə planlaması edə bilərlər. Evlilikdən əvvəl xəstəlik riskini bilməklə daha düzgün qərarlar qəbul edə bilərlər deyə Nərmin Verziyeva bildirib. Qeyd edək ki, talasemiyanın profilaktikası məqsədi ilə 2015-ci ilin iyun ayından etibarən bütün nigaha daxil olan cütlüklər talasemiya daşıyıcılığına görə müayinə olunurlar. Hər iki tərəfin də daşıyıcı olduğu hallarda cütlük həkim hematoloq, ginekoloq və genetikin konsultasiyasına yönləndirilir. Gələcəkdə talasemiya xəstəsi övladın doğulmaması üçün diqqət etməli məqamlar ətraflı izah olunur. Təbib yeni təlimlərə başladı. Baxaq görək, bu dəfə hansı maarifləndirmə işinin altına öz imzalarını çəkiblər. Təbib yeni təlimlərə start verib. Reanimatoloji, anestezioloji xidmət gücləndirilir. Təbibin icraçı direktorunun tapşırığına əsasən qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində reanimatoloji, anestezioloji xidmətlərin gücləndirilməsi məqsədi ilə yeni klinikada təlimlərə başlanılıb. Təlimlərin ilk mərhələsində Şəmkir və Tovuz rayon mərkəzi xəstəxanalarının reanimasiya, anesteziologiya şöbəsində çalışan 7 həkim və 19 orta tibb işçisi yeni klinikaya ezam olunub. Yeni klinikanın reanimasiya şöbəsinin müdiri Emil Qasımovun rəhbərliyi ilə həyata keçirilən təlim proqramı çərçivəsində ezam olunmuş tibb heyəti ilkin qiymətləndirilmədən keçirilib. Təlimin başlanğıcında tibb işçiləri imtahana cəlb olunaraq bilik və bacarıqları yoxlanılıb, müşahidə edilən boşluqlar əsasında fərdi şəkildə istiqamətləndirilib. Bir ay davam edəcək təlim müddətinə ezam olunmuş tibb işçiləri yeni klinikanın reanimasiya və anesteziologiya şöbələrində praktiki və nəzəri biliklərini artıraraq real klinik hallarda təcrübə qazanacaqlar. Təlim proqramı çərçivəsində praktik biliklərlə yanaşı nəzəri biliklərin artırılması da xüsusi diqqət yetiriləcək. Bu məqsədlə tibb işçiləri yeni klinikanın nəzdində fəaliyyət göstərən Təbib Akademiyasında təşkil olunan seminar və təlim sessiyalarında iştirak edəcəklər. Qadın dünyaya uşaq gətirdi, ancaq bir ildən sonra məlum oldu ki, uşaq öz həyat yoldaşından deyil. Məsələ isə ondan ibarətdir ki, həkimlər embrionlarda səhv ediblər. Biabırçı bir hadisədir, izləyək. Tanımadığı kişidən uşaq dünyaya gətirdi. Atanın kim olduğu hələ də bilinmir. Avstraliyalı qadın klinikanın əməkdaşlarının səhvi ucbatından yad kişidən körpə dünyaya gətirib. Körpə 2024-cü ildə doğulub, lakin gerçək kimliyi indi ortaya çıxır. Qadına öz həyat yoldaşının yox, başqa bir xəstənin embrionu yerləşdirilib. Klinikanın verdiyi məlumata görə bu yanlış anbarın yoxlanışı zamanı ortaya çıxıb. Xəstəxana işçiləri başqa bir xəstənin embrionunun səhvən əridildiyini və bioloji anaya köçürüldüyünü aşkar ediblər.
Təbii saçlarınızın rənginə uyğun olaraq xərçəngə nə qədər meyilli olub-olmadığınızı bilə bilərsiniz. Alimlərin bu qəribə və qeyri-adi açıqlamasını birlikdə izləyək. Kürən, sarışın yoxsa qaraşın, həkim xərçəngə ən çox meyilli olanların kimlər olduğunu açıqladı. Dəri xərçənginin ən təhlükəli forması olan melanoma riski kürən saçlı insanlarda qaraşınlarla müqayisədə təxminən 4 dəfə, sarışınlarda isə 1,5 dəfə yüksəkdir. Bu həm genetik meyillə, həm də dərinin fototipi ilə bağlıdır. Bu barədə tanınmış Rusiyalı onkoloq Vadim Maklakov xəbərdarlıq edib. Onun sözlərinə görə melanoma dəriyə rəng verən melanositlərdən inkişaf edir. Xəstəlik tez metastaz verdiyinə görə çox aqressiv sayılır. Təkcə dəri deyil, selikli qişalarda, o cümlədən mədə-bağırsaq traktında, gözlərdə və cinsiyyət orqanlarında da yarana bilir. Həkim bildirib ki, uğurlu əməliyyatdan sonra belə bəzi hallarda xəstəlik ilk il ərzində təkrar baş verə bilər. Maklakov qeyd edib ki, bu xəstəlik xüsusilə günəş vannalarından su istifadə edənlər və tez-tez solariyaya gedənlər arasında daha çox yayılıb. Ultraviolet şüaları dəridə immun hüceyrələrinin vəziyyətini zəiflədir. Bu da xərçəng riskini artırır, deyə o əlavə edib. Onkoloq vurğulayıb ki, erkən diaqnoz xəstəliyin uğurla müalicəsində ən əsas faktorlardan biridir. Əgər kiçik ölçülü şiş erkən aşkar olunarsa, 5 illik sağ qalma göstəricisi 90%-dən çoxdur. Lakin şişin qalınlığı 3,5 mm-dən böyükdürsə, bu göstərici 48%-ə enir. Əgər xəstəlik metastaz veribsə, orta ömür müddəti 5 aydan 9 aya qədər davam edir, deyə həkim izah edib. Bu səbəbdən mütəxəssis 40 yaşına qədər hər 3 ildən bir, 40 yaşdan sonra isə hər il dəriyə skrininq müayinəsi keçirməyi tövsiyə edib. Ölmədik, bugünü də gördük. İnsan yaratdı. Ekranda gördüyünüz tamamilə əzələləri işlək olan, insan kimi əlində əşyaları tutmağı bacaran robotdur. Bu alfa robotu isə artıq satışdadır. Evinizdə özünüz kimi bir insan istəyirsinizsə, tək qalmaq istəmirsinizsə, o zaman sifariş edə bilərsiniz. İstənilən halda artıq texnika absurd həddə yüksəkliyə çatıb. İnsana bənzər robot təqdim olunub, sintetik orqanlar və süni əzələlər də yaradılıb. Klon robotik şirkəti özünün tam humanoid robotu olan Klon Alfanı rəsmi olaraq təqdim edib və artıq ilk istehsal nümunələri üçün ilkin sifarişləri qəbul etməyə başlayıb. İnsan bədənini təqlid etmək üçün hazırlanmış sintetik orqan sistemləri ilə təchiz edilib. Bunlara skelet, əzələ, damar və sinir sistemləri daxildir. 1000 sintetik əzələsi olan insan 200 dərəcə sərbəst dönmə və demək olar ki, insan kimi hərəkət etməyə imkan verən 500 sensor olan alfa robot insan bədəninə bənzərliyi ilə dünyanı valeh edib. Onun motoru da ürək yerinə qurulub və ürək-damar sistemi ilə hərəkət edir. Klon ənənəvi robot texnologiyasından kifayət qədər fərqlənir. Sərt motorlar və ötürücülər əvəzinə yumşaq su ilə işləyən süni əzələlərə üstünlük verilib. Bu da insan hərəkətinə bənzər nəticə yaratmağa imkan verib. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.